Hər vaxtınız xeyir olsun Vəfa. İlk olaraq samit haqqında məlumat verməyə ehtiyac qalarsa qeyd edək ki, Avropa Siyasi Birliyinin artıq 6-cı zirvə görüşü keçirilir və 6-cı zirvə görüşünə Albaniya ev sahibliyi edir və sabah baş tutacaq görüşdə 45 ölkədən hökumət və dövlət başçıları gələcək. Burada çox mesajlar veriləcəyi gözlənilir. Hər zaman ümumiyyətlə bu platformanın yaradılmasının əsas məqsədi siyasi dialoqu artırmaq, eyni zamanda əməkdaşlığı gücləndirməkdir. Eləcə də sabah burada iştirak edən dövlət və hökumət başçıları məhz bu istiqamətdə danışıqlar aparılacaq və müzakirənin əsas mövzusu Avropanın təhlükəsizliyi, iqtisadi təhlükəsizliyi, eyni zamanda Avropanın gələcəyi üçün gənc nəslin yetişdirilməsi, bu kimi mövzular masada olacaq və təbii ki, Rusiya-Ukrayna cəbhəsində baş verən hadisələr də liderlərin müzakirə mövzusu olacaq. Nəzərə alsaq ki, bugün İstanbulda nəzərdə tutulan görüş istiqamətində çox fikirlər gəzildi, danışıldı. Buna dair də yəqin ki, sabahki müzakirələrdə açıqlamalar veriləcək. Əlbəttə ki, ilk olaraq Avropa Siyasi Birliyi sabahki proqramı haqqında məlumat verməyə ehtiyac qalarsa, Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Elə Bakı vaxtı ilə 21:00-a qədər yekunlaşması nəzərdə tutulur və bu tədbir çərçivəsində eyni zamanda bəzi iki tərəfli görüşlər keçiriləcək. Amma bu görüşlər kimlər arasında olacaq? Hələ ki, proqramda buna dair detallı şəkildə məlumatlar yoxdur. Eyni zamanda mətbuat konferansları da keçiriləcək. Sən də vurğuladın, bəli, Azərbaycan prezidenti də bu tədbirdə iştirak edəcək. Artıq bunun üçün Albaniya işgüzar səfərə gəlib və bu səfərdə Albaniyanın baş naziri və eyni zamanda Avropa İttifaqı Şurasının prezidentinin dəvəti əsasında baş tutub. Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın da gəldiyinə dair artıq xəbərlər var. Bəli, qeyd etdin, sabah bu masa qurula bilərmi? Xüsusən də 17 maddə üzrə saziş üzrə danışıqların yekunlaşdırılmasından sonra liderlər arasında belə bir təmas ola bilərmi? Təəssüf ki, buna dair proqramda hər hansı bir məlumat yoxdur, açıqlanan rəsmi məlumat yoxdur. Yəni, əldə etdiyimiz və gördüyümüz mənzərə uyğun olaraq hələ ki, belə bir görüş nəzərdə tutulmuyor, amma dediyimiz kimi dəqiq bir məlumat yoxdur bu istiqamətdə, rəsmi məlumat. Təbii ki, hər zaman xüsusən də Avropa Siyasi Birliyi daha çox Azərbaycan və Ermənistan arasında təmaslar üçün də bir platform olmuşdu. Bundan əvvəlki təcrübəyə nəzər yetirsək, Praqa görüşü, Moldova görüşü, eyni zamanda bu görüşlərdə tərəflər bir masa arxasında əyləşmişdi. Sonuncu dəfə Londonda Ermənistan tərəfi bundan imtina etmişdi. Böyük ehtimal bu məsələ sabah artıq bəlli olacaq danışıqların yekununda. Amma önəmli nüans ondan ibarətdir ki, bugün Avropanın təhlükəsizliyindən danışılırsa, Azərbaycan bu masadadır və Azərbaycan məhz bu istiqamətdə Avropanın təhlükəsizliyində oynadığı rola görə həm də bir qədər önəmi artır. Nəzərə alsaq ki, Avropa ölkələrinin bunun da 8 ittifaq ölkəsi də Azərbaycan enerji ixracıdır. Burada Azərbaycanın verəcəyi sözlər kifayət qədər çoxdur və eyni zamanda Azərbaycanın mövqeyi də güclüdür və vurğuladığımız kimi burada həm də siyasi əlaqələrin daha da yaxşılaşması baxımından belə bir zirvənin keçirilməsinə kifayət qədər ehtiyac var deyə bilərik. Dediyimiz kimi artıq bundan əvvəlki Avropa Siyasi Birliyinin samiti hansı formada keçirilirsə, ənənəvi olaraq eynisi sabah yaşanacaq və liderlərin qırmızı xalı keçidi baş tutacaq. Daha sonra bu ailəvi ənənəvi foto olacaq. Təbii ki, o fotoda hər zaman maraqlı kadrlar da olur. Liderlərin yanaşması, liderlərin mimikası çox şey danışmış olur ki, biz də sabah görəcəyik. Əlbəttə ki, hava şəraiti buna imkan verərsə, açıq havada bu qarşılanma mərasimi baş tutarsa. Təbii ki, bu sadə olaraq, qısaca olaraq məlumatlar sizin diqqətinizə çatdırdıq. Elə sabahki görüşdən də, zirvə görüşündən də son gələn məlumatları hadisə yerindən birbaşa olaraq xəbər mərkəzimizə ötürəcəyik.